Herkese salam. Bu test tapşırığına deyilir ki, в прямом значении употреблены выделенные слова в словосочетаниях. Острый нож, iti bıçaq. Bəli, biz bunu deyə bilərik həqiqi mənada. Onun üçün biz birincini götürürük. Жестокий moroz, sərt qış. Sərt qış burada həqiqi mənada istifadə olunmur. Məcazi mənada istifadə olunduğuna görə biz ikinci bəndi seçə bilmirik. Холодная местность soyuq yer anlamını verdiyi üçün biz bunu həqiqi mənada istifadə edə bilərik. Zalotoy vek qızıl əsr deməkdir. Bu məcazi mənada istifadə olunub, onun üçün biz bu bəndi atırıq. Глубокая tayna dərin sir mənasını verir. Dərin sir biz bunu məcazi mənada istifadə edirik. Onun üçün bu bəndi də seçə bilmirik. Bürünc pul vahidi. Bəli, biz bunu həqiqi mənada istifadə edə bilərik. Beləliklə 1, 3, 6 bizim düzgün bəndimizdir.